qəşəng yağış yağır və mən həyətdə yürüyüş edirəm. Yeni bir vlogdan da hər birinizə salam. Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz qızlar. Necəsiniz? İnşallah hər kəsin keyfi, əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Son vaxtlar nəsə xəstəlik yayılıb. İnanırsınız, uşaqların canından çıxmır. Əsasən də öskürək, boğazdan çox biz öskürək tutub. Evdə demək olar ki, hamı öskürür məndən başqa. Yaxşı ki, heç olmasa mənim xəstəliyim tez qurtardı. Evdəkilərə nəzarət eləməyə halım var. Çünki istərsəmiz insan xəstələnəndə halsız olur. Üstünüzə sağlıq. Həmişə çalışıram belə xəstəlikdən falan danışanda üstünüzə sağlıq da deyim. Çünki neqativ enerjinizi ötürmək istəmirəm. Deməli, həyətdə yürüyüş eləyəndən sonra gəldim evə, uşaqlar da gəldi bağçadan. Daha sonra biraz başım qarışdı, yemək falan. Dedim elə bir dənə təmizlik vloqu başladım. Axşam olmağına baxmayaraq mətbəxi biraz səliqəyə saldım. Səhəri gündə çəkərəm, davam eləyərəm çəkilişmə. Burada da əlimə əlcək geyinirəm, çünki Moykanı Domestos ilə sürtdüm. Həmişə cif krem ya da ABC krem istifadə eləyirəm, amma bitib. Zapas məhsulların içində də yox idi. İndi ya Trendyoldan almalıyam, ya da ki buradakı marketlərdən. Təbii ki Trendyolda daha sərfəli olacaq, amma bəzən limiti keçdiyim üçün, yəni artıq bilirəm ki, əlavə nəsə alsam limiti keçəcək. Ona görə də tərəddüd edirəm sifariş eləməyə. Keçən dəfə bununla bağlı sual da gəlmişdi ki, çatdırılma şirkətinin pulunu Trendyol'a ödəyirik deyə. Çünki fikir verirəm ki, bir çox xanımlar hələ də Azərbaycan çatdırılmasından istifadə edirlər. Yəni giriş edərkən ölkəni Azərbaycan olaraq seçirsiniz. Mən bir-iki dəfə baxmışam, Azərbaycan ünvanı ilə alanda məhsullar baha olur. Çünki Trendyol'dakı mağazalar bunu Türkiyə daxilinə yox, ölkə xaricinə göndərir. Bu da haqlı olaraq əlavə pul deməkdir və buna görə məhsulun qiyməti 2-3 qat baha olur. Əsasən də qab-qacaq kimi kateqoriyaya aiddirsə. Amma artıq mən neçə ildir ki, sürət kargodan istifadə edirəm qızlar. Reklam deyil, sadəcə tövsiyədir. İndi bir şeydə çox tərifləyəndə sonu pis olur deyə düşünmək istəmirəm, amma 30 kiloluq bir məhsul almışam, hələ ki yoldadır. Yəni Trendyoldan sürət kargoya doğru yola düşüb, hələ təslim olunmayıb. İndi onun çatdırılma qiyməti mənə çox maraqlıdır. Gəlsin görək sürət kargoya nə qədər ödəməli olacağam. Amma indiyə kimi həmişə 6-8 manat arası ödəmişəm sürət kargoya və bunun Trendyol'a aidiyyatı yoxdur. Trendyolda Türkiyə adresi seçirsiniz və təbii ki, sürət kargonun Türkiyə adresində Trendyol'a yazmalısınız ki, ora çatdırılma eləsinlər və məhsulunuz, sifarişiniz Trendyolda təslim olunanda, Trendyolda artıq təslim edildi statusu olanda sürət kargonun tətbiqinə bağlama düşür və orada qeyd olunur ki, bəyan eləməlisiniz. Bəyanı da eləyirsiniz, sonra da ödənişi eləyirsiniz. Yəni Trendyolda məhsulu ödədiniz, onun pulu ayrıdır, amma sürət kargoda da hər kilosuna görə əlavə bir pul ödəyirsiniz. Və çatdırılma şirkətləri arasında da ən sərfəli gətirən sürət kargodur. Çünki 5 kiloya qədər 6 manat, 10 kiloya qədər də 8 manat ödəyirsiniz. 10 kilodan yüksək olanda hər kilo üçün 3 manat əlavə olunur. İndi mənə də maraqlıdır, mənim o 30 kiloluq məhsuluma nə qədər ödəniş gələcək. Görək də, inşallah məyus olmaram. Amma bir pis tərəfində deyim ki, alarkən yaxşı araşdırın. Hər hansısa bir markadırsa rəsmi səhifəsindən alın. Çünki qaytarılma eləmirlər. Yəni bir problem olsa, ancaq Trendyol'dakı mağaza ilə əlaqə saxlamalısınız. Onlar məsuliyyəti öhdələrinə götürsələr, pulunuzu geri qaytaracaqlar. Amma sürət kargo məhsulu geri qaytarmır. Deyir ki, bizim belə bir xidmətimiz yoxdur, o qədər. Əlavə, yəni sual da versənsə, cavablamırlar ki, yəni bizim xidmətimiz yoxdur da nə edə bilərik ki? Sualdan biraz uzaqlaşdım, düzdür, amma ətraflı olaraq danışıram. Son olaraq da, yəni demək istəyirəm ki, Trendyol'da məhsulun pulunu ödəyirsiniz, sürət kargoda isə kiloya əsasən çatdırılma pulunu ödəyirsiniz. Yəni çatdırılma pulunun Trendyol'a hər hansısa bir aidiyyatı yoxdur. Moykam da oldu gül kimi. Bilmirəm sizdə necədir, amma mən ilk təmizliyi moykadan başlayıram. Sanki onun belə parıldaması mənə daha çox motivasiya verir. Bəlkə ona görə. Oranı təmiz görəndə istəyirəm ki, bütün mətbəx təmiz olsun. Sonra da keçirəm qazı təmizləməyə. Əgər halım qalırsa mətbəx üzərini falan silirəm. Amma bu dəfə eləyə bilmədim. Çünki axşam idi, artıq yorulmuşdum. Saxladım növbəti günə. Növbəti gündə başqa işlər gördüm. Yəni ki, o mətbəxin üzəri qaldı. Amma indi o mətbəx üçün təzə düzənləyicilər almışam. Düzənləyici də deməzdim. Dolab qapaqlarını kilidləmək üçün ləvazimat deyim də, elə bir şey almışam. Onu yapışdırarkən, indi sabah uşaqlar bağçadadır, onu yapışdırarkən videoda çəkəcəm inşallah. Təbii ki, o növbəti vlogda olacaq. Bu vloqa əlavə eləmədim. Amma bu vlogda elə əsas moykanı sürtdüm, qazı təmizlədim, biraz da mətbəx səliqəyə saldım. Axşam olduğuna görə artıq sonra da çayımı dəmləyib çıxdım mətbəxdən. Əvvəl təmizlik vloglarını tez-tez çəkirdim. Son vaxtlar fikir verirəm ki, nəsə belə azaltmışam. Özümə də qəribə gəldi. Niyə belə azaltmışam görəsən? Əslində yəni təmizlikdə hər gün olunan bir şeydir, amma çox vaxt mətbəxdə olanda çəkmirəm. Həm də sizin fikirləriniz də məni yönləndirir. Bəzən olur ki,
bilirsiniz ki, nə qədər moyka sürtərlər, nə qədər mətbəxdən çəkiliş eləyə bilərlər. Biraz mövzunu dəyişin. Mən də artıq yönəlirəm başqa bir tərəfə. Bəlkə də ona görə neçə vaxtdır təmizlik videoları gəlmir. Həm də bu təmizlik videolarının üzərinə səs yazmaq da biraz mənə qəribə gəlir, çətin gəlir. Hansı mövzudan danışasan, nə danışasan, adam çaşbaş qalır. Məsəl üçün indi həm mövzu var idi, biraz Trendyoldan danışdım, birazdan YouTube pul qazanması haqqında danışacağam. Amma belə başqa vaxtlarda bilmirəm hansı mövzu ətrafında danışıram. Sizə də əgər maraqlı bir mövzu varsa, suallarınız varsa yaza bilərsiniz yorumda ki, hə, gələn dəfə təmizlik eləyərkən bu mövzudan danış. Təbii ki, çox şəxsiyə girmədən danışaram. Bu arada qazın üzərini də Faber-Liqin plitələr üçün olan məhsulu ilə təmizlədim. Artıq üzərindəki şəkil soyulub, orada da görsəndiyi kimi, amma çox yaxşı bir vasitədir. Əsasən də qazın üzərini çox qəşəng təmizləyir, par parıldayır, yəni insanın gözü könlü açılır. Sonra da bu gözəl çaynikimdə çayımı dəmlədim. Çox vaxt özüm üçün dəmləyirəm bu çaynikdə. Çünki mən mixayli çay sevirəm, amma yoldaşım içmir o mixayli çayı, irgənir, belə deyərdim. Mən də ona görə təkcə özüm üçün dəmləyirəm, elə özüm də içirəm. Məsəl üçün yoldaşımın sevdiyi gilə mərzəli bir çaydır. Onu da mən sevmirəm, heç xoşuma gəlmir onun dadı. Əgər qara çay içəcəmsə, onu mütləq yəni mixayli içməliyəm. Amma belə ümumiyyətlə yaşıl çay içirəm. Bir də sual gəlmişdi ki, yaşıl çay arıqladır, ona görə içirsiniz. Xeyr qızlar, yaşıl çay arıqladmır, sadəcə qara çaya nisbətən daha az insana mədəsinə necə deyirlər, köp verir, belə deyim də, daha az ağırlıq verir. Qara çay həqiqətən içərkən hiss edirəm ki, insan belə ağırlaşır, amma yaşıl çay biraz daha yüngüldür. Həm də metabolizmanı sürətləndirir. Əsasən də səhər içəndə həm də rahat oluram da, belə deyim. Özdə mən əvvəl yaşıl çay falan içməzdim. Həqiqətən heç xoşuma gəlmirdi. Amma bu Berqanın jasminli olan yaşıl çayı çox gözəldir. Dadı gözəldir, bəyənirəm. Yumşaq bir yaşıl çaydır, yəni çox sərt deyil dadı. Ona görə də həmişə elə o yaşıl çaydan alıram. Düşdü? Sən getmədə qorxurlar yəni. Və növbəti günün səhərindən sizi salamlayıram. Gördüyünüz kimi mən yenə blincik eləyirəm, çünki ürəyim yenə şirin bir şey istəmişdi. Ona görə də ən yaxşı variant blincik bişirməkdir. Ən azından acı bir kofe ilə, yanında skuşonka ilə qatlaşdırılmış süd ilə yeyirəm, qurdumu öldürürəm, belə deyim, və əlavə tort falan yeməyə ehtiyac olmur. Mənim üçün şirniyyat əvəzi bir şeydir. Bəzən olur növbəti günə də qalır. Uşaqlar da belə bəhbəhlə yeyirlər. Ona görə həvəslənirəm bişirərkən. Tez-tez bişirirəm. Həmin bu günü uşaqları bağçaya yola saldım. Onları yedizdirirəm, çünki Raulə psixoloq bəzi dərmanlar yazıb. Onlar da səhər tezdən ac qarnına içməlidir, daha sonra yeməkdən sonra içməlidir. Elə özüm yedizdirirəm, dərmanlarını da verirəm ki, ürəyim rahat olsun. Daha sonra onsuz da bağçada, yəni oradakı yeməklərdən falan yeyirlər. Maşallah olsun, yəni kaprizləri yoxdur. Biraz Ajdanın kaprizi var yeməyə baxanda. Bəzən olur ki, yeməyi yemir, amma sağ olsun orada dayələr də yaxşı qarşılayırlar, nazınla oynayırlar Ajdanı. Bəzən olur ki, yəni nəsə yeməyəndə əlavə nəsə bişirirlər dayələr. Ona görə də uşaqlar bağçada olanda hər hansısa bir narahatçılığım olmur. Əvvəl tez-tez baxırdım kameradan, amma artıq demək olar ki, gün ərzində 2-3 dəfə baxaram ya yox. Həqiqətən uşağın bağçaya getməyi insana necə də rahatlıq verirmiş. Ən azından evin işlərini rahat bir şəkildə görə bilirsən. Yoxsa bəzən olur ki, evdə uşaqlar olanda mən iş görmək istəyəndə elə bir gözüm uşaqlarda qalır. Gördüyüm işdən özüm də baş aça bilmirəm ki, mən oranı təmizlədim ya yox. Necə gəldi eləyirəm ki, tez gedim bir uşağa baxam, yıxılar, nə isə olar. Əsasən də o uşaqların 2 mərtəbəli kravatı düzdür. Artıq ona da bir çarə tapmışam. Ola bilsin videonun sonlarında görərsiniz. Ola bilsin deyər ki, videonun sonlarına əlavə eləmişəm o təmizliyi də. Yəni ki, əvvəl o pilləkana falan çıxırdı, 2-ci mərtəbəyə çıxırdı Raul. Oradan sallanırdı. Deyirdim ay Allah, indi düşüb bir təhər olacaq. Çox şükür yaxşı qurtardıq. İndi bir çarə tapmışam. Hələ ki elə yuxarıya çıxışı yoxdur artıq. Yəni ki, uşaqlar evdə olanda həqiqətən iş görmək çətin olur. Bəzən olur qapını açırsan, nəsə zibili çıxardırsan çölə, Raul qaşıqçı gəlir ki, elə bilir həyətə düşürük. Çöldə də 40 dərəcə isti var. Gəl indi bu balaca uşağı başa sal ki, ay bala, sən indi burada dəqiqə çölə çıxsan, gün başından vuracaq. Bir təhər olacaqsan bu günün istisində, amma söz başa düşmürlər. Ona görə də ən yaxşısı onlar bağçada olanda işlərimi rahat-rahat görürəm. Deməli, başdan başlayım. Yoldaşım biraz gec çıxmışdı. Ona görə stolun üstündə semçika falan
falan onları təmizlədim. Sonra da pəncərə siləni qoşdum orada öz üçün təmizləsin, qəşəng pəncərələrimi silsin. Keçən dəfə görün nə olub qızlar. Deməli mən zalın bir pəncərəsini sildim. Daha sonra da qaynatam sağ olsun götürüb pəncərəyə su vurub ki, pəncərənin üzərindəki o palçığı falan təmizləsin. Yəni mənim o pəncərə silməyim elə belə oldu da. Təzədən yenə pəncərəyə ləkə düşdü. Təzədən yenə silməli oldum. Bu divanı da çəkdim. Gördüyünüz kimi arxasında bir dənə mən yoxam. Keçən dəfə sağ olsun Ajda yoldaşımın külqabısını səhvəndə olsa, yəni tullamışdı arxasına. Külqabı orada neçə vaxt qalıb. Fikrimdə idi ki, bir gün o divanı çəkim, onun arxasını təmizləyim. Da arxasından nələr tapmadım. Daraq olsun, oyuncaq olsun, qablar olsun. Hər şey çıxdı. Raul sağ olsun əlinə keçirdi, tullayır arxasına. Nəysə buranı da belə təmizlədim. Burada da ataplemimizə fikir verməyin. Əyilib də deməzdim, qırılıb. Çünki Raul yayda çıxırdı. Yayda da yox, mayda falan çıxırdı onun üstünə, ataplenin üstünə. Arzu da ona baxırdı, deyirdi, bu çıxırsa mən də çıxım. Belə Arzu da onu dalayacaq üstünə çıxırdı. Axırda bir də gördüm ki, ataplenin o dəmirlərindən nə divara yapışıbsa, həmin o dəmirlərdən səs gəldi. Hətta bir ara başladı su axmağa. Sonra artıq oradakı kranları bağladım. Su da dayandı. Evdə olmasaydı, Allah uzaq eləsin, su basardı evi, heç xəbərimiz də olmazdı, amma yaxşı qurtardıq. Nəysə, o ataplen də hələ qırılıb. Divanla saxlamışam onu, divana təliyirəm. Yoxsa yəni qırılıb düşəcək yerə. Burada da barmağımı yaralamışdım. Bəzən olur ki, vloqlarda kiminsə izləyəndə görürəm, məsəl üçün əli kəsilir, onun yəni qanını göstərir. Elə şeyləri həqiqətən sevmirəm. Ətim ürpəşir. Baxa da bilmirəm, elə çox pis oluram. Bilmirəm insanlar niyə belə şeyləri paylaşırlar. Məncə belə şeyləri paylaşanda diqqət eləmək lazımdır. Çünki hər kəs o qırmızı ləkəyə baxa bilmir. Elə insan var ki, ürəyə gedir onu görəndə. Düzdür, məndə lap o dərəcədə olmasa da, amma yara falan görəndə ətim ürpəşir, baxa bilmirəm. Əlim ayağım belə boşalır. Elə bil ki, o yarası ağrıyan qalır qıraqda. Gərək məni sakitləşdirsinlər həmin o vaxtı. Su falan içirəm, sonradan sonraya biraz hava alıram. Unutmağa çalışıram, sonradan özümə gəlirəm. Düzdür, uşaqlarda elə böyük yara olmayıb, heç olmasın da, Allah uzaq eləsin. Amma dizləri falan qanayanda çox baxa bilmirəm. Gördüyüm işlərə gələndə də pəncərəni sildirdim birini, indi keçdim ikinciyə. Ümumiyyətlə zalın 3 pəncərəsinin üçünü də sildirdim həmin gün. Yaxşı işləyir bu aparat, çox gözəldir. Temdan almışdım. Çünki tez-tez soruşursunuz. O da kimlər soruşur? Yəni yeni izləyicidir. İlk dəfədir girir, görür ki, aparatı istifadə eləyirəm, bəyəndiyimi deyirəm, amma hardan aldığımı qeyd eləmirəm. Ona görə də çalışıram hər dəfə hardan nəyi aldığımı qeyd eləyim. Daha sonra stolun üzlərini çıxartdım hamısını, paltaryana atdım. Elə vaxtda kimi də divan üzləri yuyulub bitmişdi. Bunları da atdım qurutmaya. Keçən dəfə qurutma haqqında sual gəlmişdi ki, çox işıq pulu yazır ya yox. Lap belə çox yazmır qızlar, amma ki ayda misal üçün ümumilikdə 30 manat işıq pulu gəlirsə, misal üçün deyirəm də, yəni hal-hazırda heç kimin evində 30 manat işıq pulu gəlmir kondisionerə görə. Amma ki misal üçün yəni 30 manat gəlirdisə, 35-40 manat arası da qurutma istifadə edəndən sonra gəlir. O da ki, qurutmanı hər gün işlədirəm. Bəzən olur gündə 2 dəfə qoşuram. Bəzən olur ki, qoşmuram, amma çox nadir hallarda olur. Bilirsiniz ki, bizdə yəni paltar bitmir. Yəni rahatlığımız üçün məncə yaxşıdır. Əlavə də 5-10 manat gəlirsə, mənə elə gəlir ki, bu böyük bir məbləğ deyil. Həmin o rahatlıq üçün düşünürsünüzsə, məncə mütləq şəkildə alın. Amma məsləhət görərdim ki, ikisi birlikdə olan həm paltaryan, həm qurutma olan aparatlardan almayın. Çünki hər şey ayrı-ayrılıqda gözəldir. Əgər bir şeyin funksiyası paltar yumaqdırsa, ona əlavə olaraq qurutma funksiyası da girəndə orada qatma qarışıqlıq düşür. İçərisində onun pambıqlar yığılır, hər dəfə parçadan çıxan, paltarlardan çıxan tozlar yığılır. Həmin o tozlar bəzən olur ki, paltaryan hissəsinin filtrlərlə dolur, su çıxan yerlərinə falan dolur, tutulur o hissələri. Yəni biraz problemli məsələdir. Ona görə hər birini ayrı-ayrılıqda almaq daha yaxşıdır. İşlərimin bir hissəsini bitirəndən sonra da, təəssüf ki, yəni hamısını çatdıra bilmədim, amma bir hissəsini bitirəndən sonra gəldim mətbəxə ki, biraz yemək bişirim. Uşaqlar birazdan gələcəkdi. Düzdür, bu yeməyi uşaqlar yemir, amma yəni də onlar yəni evdə olanda rahatçılığım üçün yeməyimi hazır elədim. Julien elədim qızlar. Bu dəfə qaymaqla yox, smetan əlavə elədim. Qaymaq olmadığına görə elə smetan əlavə elədim. Çox dadlı oldu. Qızlar, yeməyim də hazırdır. Bu video demək olar ki, heç nə danışmamışam. Danışaraq heç nə çəkməmişəm. Ancaq videonun üzərinə səs yazacağam. İndi divan üzləri yuyulub qutarıb, onları yerləşdirim. Buraları da sildim, süpürdüm. Bayaq göstərdim sizə. Yəqin ki, mənim bayaqda yoldaşım gəlmişdi. Yəqin ki, mənim o videonun üzərinə yazdığım səsdən bezməmisiniz. Boş-boş danışmamışam, ümid eləyirəm. İndi divan üzlərini falan taxım. Uşaqlar hardasa bir saata falan gələcəklər. Onlara yeməyi falan verərəm. Sonra da çıxaram, həyətdə biraz yürüyüş edərəm. Çünki bugün baxıram ki, yəni bütün gün hərəkətdə olmağıma baxmayaraq 2900 addım güclə getmişəm. Gəzmişəm, yəni ki, bu çox azdır. 10.000 addım eləyirdim hər dəfə, amma ona görə də bu çox azdır. Mütləq şəkildə həyətə düşməliyəm bugün. Boy?
İndi gəldim bura ki, buradan bəzi əşyalar var, onları qoyum uşaqların kravatının üstünə. Bunlar diqqətimi çəkdi. Onu göstərmək istəyirəm. Çox gözəl bir qabdır. İşlətmək üçün səbirsizlənirəm. İnşallah tezliklə buradan yoldaşıma səslənirəm mənə. O xəyalımdakı mətbəxi zəhmət olmasa tezliklə düzəlt. Çünki mən bu qabları istifadə etmək istəyirəm. Bir dənə bunun gözəlliyinə baxın. Trendyoldan almışdım. Çox gözəldilər. Başqa ölçüdə olanı yox idi. Ancaq elə bu balaca ölçüdədir. Yoxsa bunlardan yəni bir takım eləyərdim. İndi qoyaq qırağa. Burada səhər yeməyi takımıdır. Heç rəngi də ucu yadımda qalmır. Desən yaşıl idi. Burada da 2 mərtəbəli bir qab var idi. Odur. Yəni ki, gözəl qablardır. Amma ki, saxlamışam xəyalımdakı mətbəx üçün. İnşallah tezliklə istifadə eləməyə də qismət olar. Kravatı da belə qoydum qızlar. Çünki bu kravat yəni alınandan heç məqsədə uyğun istifadə olunmadı. O pilləkanlara Raul çıxırdı deyə onu o tərəfə çevirdim üzünü. Alt hissədə Ajda yatır. Bir dənə belə döşək kimi bir şey salıram yerə. Orada Raul yatızdırıram. Yuxarı hissədə elə qalıb boş-boşuna dedim heç olmasa paduşkalar falan var. Əlavə qış yorğanlar var. İndi bu qutuları qoyacağım ora. Dedim heç olmasa indi belə yerləşdirim biraz. Üstünə neysə örtərəm də. Bir şey örtərəm ki pis görsənməsin. Bu paduşkalar da qızlar 4 dənədir. Mənim cehizimdir. Amma indi istifadə olunmur heç. Əvvəl işlədirdim. Tez-tez evimizə qonaq falan gəlirdi. Qaynımgil gəlirdi, qaynatamgil gəlirdi. İstifadə olunurdu. Amma indi elə də qalıb sintifon işlədirik. Qaynatamgil ucu yanımızda qalır deyə evdə qonaq qalmır heç. Yəni ki belə indi onlar bilmirəm nə edeyim. Atmağa heyfim gəlir. Mamaya da versəm onun da evində yer yoxdur harasa qoymağa. Elə də qalıb orada. İşlətmirəm. Və qızlar, otağın son halı budur. Əsas odur ki, yerdə heç bir oyuncaq falan saxlamadım. Bura fikir verməyin. Raulun yeri buradadır hələ ki. Biraz böyüsün, pilləkanı düzəldib yuxarı keçirdərəm. Ya Rauli keçirdərəm, ya Ajdanı. İnşallah tək Raul ağlı, başlı, yəni belə normal bir uşaq olsun. Sonrasını ucu fikirləşərik. Hələ ki, yerdə yatır. Həm də ki, çox fırlanır eləyirdi ya, kravata da qoymaq istəmirəm. Əlavə kravat da almaq istəmirəm. Elə qoy belə yatsın, hələ ki, heç nə olmaz. Bir də bu oyuncaqları niyə yuxarı qoymuşam? İndi birazdan yatıdıracağım uşaqları. Ona görə istəmirəm dağılsın. Elə səliqəli qalsın bura. Buranı da elədim. Səliqəli, təmiz. Yerdə toz soranladım. İndi gedim biraz oturum istirahət edeyim. Hələ digər otaqlar qalıb. Elə Aysel də vlog qoyub. Nə yaxşı ki qoyub. Axşam tərəfi elə onu izləyəcəm indi. İşlərimi görə mətbəxdə 1-2 dənə qabım var. Amma indi çəkiliş eləməyəcəm qızlar. Çəkiliş eləyəndə çox fikrim qarışır. Amma istəyirəm fikrim vlogda olsun. Rahat-rahat izləyim. Və qızlar, video montajını qutardım. Fikir verdim ki, sizlərlə sağollaşmamışam və də hər hansısa bir video çəkməmişəm ki, üzərinə sağollaşma səsini yazım. Ona görə istəyirəm burada sizinlə sağollaşım. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.